Buyurur ki sallallahu aleyhi ve sellem, kim bir kəsi doğru yola dəvət edərsə, çağırarsa, ona tabi olanın əcri qədər savab yazılar. Və o birisiləri ona tabi olanların savabından heç nə əskiltməz. Və kim bir zəlalətə çağırarsa, ona tabi olanların günahı kimi günah yazılar. Ona tabi olanların günahından heç bir şey əskilməz. Və bu hədis dəlildir ki, səbəbkar birbaşa əməli etmiş kimidir. Bir şeye səbəb olan birbaşa o əməldə və o sözdə iştirak edən kimidir. Ona görə hidayətə çağıran səbəbkardır. O insanın haqq üzərində olmasına, haqqı əməl etməsinə, eləcə də pisliyə çağıran, günaha çağıran səbəbkardır. O pisliyə, o günaha əməl edənin, ona tabi olanın günahına.